Kreditə maşın almaq istəyirsən, bilmirsən ki, sərfəli üsul nədir? Bugün onun izahını verəcəm. Deməli qardaş, birinci məsələ gedib bankdan kredit götür al. Bax, əks hallarda gedib leasingdən birbaşa 36 aydan qrafik açdırsan, bunun qaya xərci olacaq. Şirkət adına keçdiyi üçün elə diri 550-600 manat belə getdi. Kasko sığortası, orası, burası, sənədləşdirmə, davernus, nömrə öz adında yox, maşın öz adında deyil. Yəni bildiyin zülm çəkəsən. Əgər əlində, daha doğrusu pul ala bilirsə, əlindəki pula uyğun al, ya da ki bankdan pul götürə bilirsənsə, bankdan pul götür, banka pul ödə. İkinci seçim. Hazır kreditdə maşınlara bax. Sənin kimi bir gözəl qardaş və yaxud da ki, sənin kimi bir gözəl xanım. Maşın almısan, 10 ayını ödəmişsən, maşını satmaq qərarına gəlmişsən. Get bax, məsəl üçün elə bir maşın tap. Mən səhifəmdə en qədər paylaşıram da. 21 ay qalmış Fuji'nin ilk ödənişi az. 22 ay qalmış, 25 ay qalmış, 27 ay qalmış, 5000 manat ilk ödənişlə. Yəni o 10 ayını, 15 ayını ödəyirlər, onlar ziyana gedir. Yəni maşın satmaq istəyirlər, yəni onların yerində səhərsi gün siz də ola bilərsiniz. Gedin elə hazır kreditdə alın ki, maşın üstünüzə ucuz otursun. Bir də müqavilə xərci çəkəsiz, yəni formatı. Всё. Ən axırıncı üsul da qalır sizi o 36 aylıq kreditlə açdırmağınız. Onda da 10.000 manat elə bir tulladı getdi. Yəni ona görə nə etmək lazımdır? Bir qərar verəndə, bir maşın alanda tələsmək lazım deyil. Eyni zamanda çalışaq hazır kredit və yaxud da ki bankdan kredit götürüb alaq. Yoxsa əks hallarda səhərsi gün 10.000 uduzdum qardaş, bunu 15.000 manat ilkin ödənişlə paylaş, elə şey olmur. İlkin ödənişə baxıb aldanmayın ki, sonra 36 aydan ödəyəndə 10 ay keçəndən sonra demək ki, mən bunu ödəyə bilmirəm. Sən vaxtında fikirləşmirsən axı mən bunu 36 ay nətər ödəyəcəm. Səhifəmizə də takib atmaq zəhmət olmasa yaddan çıxmasın. Xatırladım ki, bizdə elanlar ödənişsizdir. Maşınlarınızı birinci nömrəyə atın, şəkillərini, illi motorunu, kreditə maşınlar da varsa fərqi yoxdur. Tez bir zamanda sataq. Səhifəmizdə daim izləsəz görəsiniz ki, sərfəli kredit təkliflərindən en qədər maşın satırıq.